Salam, hər vaxtınız xeyir. 5 oktyabr 2025-ci il OTK-nın buraxılış sınaq imtahanından Azərbaycan dili suallarını nizam verməyə çalışacağım. Bilirik də, Azərbaycan dilində 10 qrammatika, 20 mətn sualı var. Qrammatika sualları ilk öncə izah edəyim. Deməli, nə deyir? Deyir ki, cədvəldə doğru əlaqələndirməni müəyyən edin. İanə, qida, yeyəcək, yeyinti. Qida, yiyəcək, yeyinti ianə deyil. İanə yardım məqsədi ilə toplanmış nədir? Belə deyim də, xeyriyyə məqsədi ilə toplanmış yardımdır. Yanlışdır, bir yanlışdır. İnventar, binanın mənzilinin memarlıq baxımından tərtib verilmiş daxili hissəsi. İnventar, binanın daxilindəki, binadakı avadanlıqlar filandır. Bu yanlışdır. İrtica, geridə qalma, geriyə gedən hərəkətin mövcud vəziyyəti dəyişdirmək istəməyən, geriliyi müdafiə edəndir. Bu doğrudur. İntervyu mətbuatda çap edilmək, teleradio ilə yayımlanmaq məqsədi ilə müxbirin hər hansı bir şəxsdən aldığı müsahibə. İntervyu müsahibədir, doğrudur. İpoteka, müavinat, girov qoyma, əmlak, bu da doğru. Deməli 3, 4, 5 doğru cavab A variantı. Sonra dekorativ duet 2 söz verib, yalnız birinə aid olanı istəyir. Ahəng qanuna tabedir hər ikisi. Dekorativ tabedir. Deməli, hər ikisi tabe deyil də, bu yanlışdır. Dekorativdə E ilə O, duetdə də U ilə. Tabe deyil. Tərkibində dodaqlanan sahib iştirak etmir. Dodaqlanan sahib iştirak etmir. Dekorativdə O nəyə çevrilir? A-ya. Duetdə isə var. Deməli, birini götürə bilərik. Birini istəyir. Biri doğru olsun. İki sözdən birinə aid fikir doğru olsun. Həm kar, həm cingiltili. Dekorativdə K var, T var. Duetdə də yenə T samiti var. Deməli, hər ikisində var. Birlər, üçlər deməli nədir? Yanlışdır. Çıxırıq 2, 4 və yaxud 4, 5. Deyilişi ilə yazılışı arasında bir fərqli məqam var. Dekorativdə O, A-ya çevrildi. Neçə fərq oldu? Bir fərq oldu. Amma duetin yazılışı ilə deyilişi eynidir. Ona görə bu da nədir? Doğrudur. Yəni, bu fikir dekorativə aiddir, duetə aiddir. İkisindən birinə aid deyirsən, yalnız birinə aid deyirsə götürə bilər. 2, 4, doğru cavab nə idi? B variantı. Kar samitlə başlayır, cingiltili samitlə bitir. Dekorativ D ilə başlayır, cingilti ilə başlayır, cingilti ilə bitir. Duet də cingilti ilə başlayır, karla bitir. Bu yanlışdır ümumiyyət. Bu yanlışdır fikir olaraq. Tərkibində çıxartmaq mənasının çıxartmaq mənasında ifadənin olmadığı nümunəni müəyyən edin. Şərəfoğlu torbanın ağzını açdı. Orada toz başımın basmış bir külqabı götürdü. Götürdüyünün yerinə nə qoya bilərik? Çıxartdı. Yəni, toz başımın basmış bir külqabı götürdü və yaxud çıxartdı. Bu doğrudur. Sonra, dağların başını qalın duman bürüyür. Çobanlar qoyunları kəndə tərəf qovurdu, kəndə tərəf çıxardırdı, alınmır. Yəni, oturmur, mənanı ifadə etmir. B variantı doğru cavab, digərlərinə də baxaq. Əlbəttə, dəlilsiz, sübutsuz, mühakiməsiz, məntiqsiz heç bir zaman ədalətli hökm vermək olmaz. Hökm vermək, hökm çıxartmaq mənasını ifadə edə bilər, olar. Bu da doğru cavabdır. Cəlil Məmmədquluzadənin təsvirinə və sənədlərinə görə o zaman Azərbaycan dilində qəzet buraxmaq çox çətin məsələ imiş. Qəzet buraxmaq, qəzet nə eləmək? Çıxartmaq. Yəni, həmin mənanı ifadə edir çıxartmağı. Oğlan əlindəki kətan köynəyi soyundu və yaxud nə elədi? Çıxartdı. Deməli, doğru cavab nədir? B variantı. Sonra keçirik digər 4-cü sualı. Yerinə görə amonim kimi işlənə bilən sözləri müəyyən edin. Xeyir sözü olmaz, niyə? Bir hərfə görə fərqlənənlər xeyir yox, xeyir fayda. Xəzər sözü xüsusi isimdə olmur. Kütlə sözü olar, nə tər olar? Kütlə bir nəyinsə cismin, nəyinsə kütləsi, bir də kütlə insanlar filan. Deməli, bu zaman olar. Biri 3-dür. Sonra şan sözü olar amonim, şan şöhrət, balının, yəni arının şanı, balın şanı 4, 3, 4. Bəstə bir boy mənasında, bəstə boy, balaca. Bir də ki, nəysə, kiminsə bəstəsi, isim. Birində bəstə boy sifət, birdə də bəstə isim. Məsəl üçün, belə deyək də, bəstəkarın bəstəsi. 3, 4, 5, doğru cavab nə idi? Deməli, E variantı.
Yazılışı yanlış sözü müəyyən edin. Iceberg doğrudur. Bəyanat doğrudur. Qatran doğrudur. Batareya doğrudur. Qərar deyil. Bu nədir? Qərardır. Qərar. Qərargah. Deməli yanlış nədir? C variantı. Əvvəlində müvafiq carələr qoyulmuş sözlər arasında cədvəldəki uyğunluğu müəyyən edin. Çox alovlar, daha doğrusu çox ovlaqlar içində çox ovları ovladım. Aşıb daşan arzumu mən artıq cilovladım. Bizə deməli aşıb daşan sözünü verib, bir də ki nəyi verib? Artıq sözünü verib. İndi bunun baxaq fonetik təhlilini istəyir də bizdən. Bir yerdə tələffüz yazışından fərqlənir. Aşıb daşan. Burada b samiti gəlib. Özündən sonra samit gəldiyi üçün bu b-ya çevrilib. Deməli bu necə fikirdir? Doğru. Kvadrat 1, 2, 4'dür. 3 bucaq isə 3 ilə 5'dir. Sonra bir samitin qarşılığı yoxdur. Bir samitin qarşılığı yoxdur. Aşıb daşan. Baxırıq, n-nın qarşılığı yoxdur. Ş-nın var, b-nın var. Bu doğrudur. Deməli 2 də doğrudur. Sonra keçirik 3-ə. 2 samitin qarşılığı yoxdur. 3-də neçədir? Artıq. Bir samitin qarşılığı yoxdur. R-nın. Burada r-nın qarşılığı yoxdur. Bu yanlışdır. 1-2 doğrudur. Sonra 3 samit kardır. 4'ə baxırıq. 4 deməli haradaydı? Burada. 3 samit kardır. Ş cingiltili, ş cingiltili. D-nı, ş-dır, p-dır, ş-dır. Kardır, d-nı cingildi. Amma yanlışın altında olduğu üçün götürə bilməyəcəyik. Tərkibində bir kar samit var. Artıq sözündə neçə samit var? Artıq cilovladım. Qıdır, özündən sonra c gəlib, samitlə başlayan söz gəlib, q artıq xıya çevrilib, t bir kar, q da xıya çevrilib 2 kar. Əslində bu nədir? Yanlış fikirdir. Yanlışın da altında olduğu üçün 1, 2, 5. Doğru cavab E variantı. Deməli, kampaniya nə istəyir bizdən? Sözündə nöqtəyə o hərfi yazılsa nə baş verməz? Şirkət mənası olar, kompaniya, bəli. Kampaniya var, bir də var kompaniya var. O olanda şirkət olur. Bu doğrudur. Biri götürməyəcək. Yazıcı ilə tələffüzü də bir fərqli məqam olar. Kompaniya yazılacaq, kampaniya deyiləcək. Bu da doğrudur. Deməli baş verməz. Birlərlə ikiləri ümumiyyətlə cavabdan çıxırıq. Düzdürmü? Qalır 3, 4, 5. Təbliğat reklam sözünün o olsa təbliğat reklam olmayacaq da şirkət olacaq. Biri 3. Endirim sözün qarşılığı olacaq. Xeyr. Endirim olanda A olur da. Sonra deyiliş yazısının 2 fərqli məqam yox, 1 fərqli məqam olacaq. Doğru cavab E variantı. Sonra deməli digərlərinə keçəyin. Nə istəyir bizdən? Bir dəqiqə. Bunu təmizləyək. Səkkinci test. 8-ci testdə bizdən nə istəyir? Deyir ki, deməli, tramplin və dirijor uyğun fikirləri müəyyən edin. Baxırıq, tramplin sözü deyilişi ilə yazışı fərqlənmir. Fərqlənir. Əslində tramplin. Burada bir i olur. Bu yanlışdır. Deməli, biri götürməyəcəyik. Deyir ki, yazışı ilə deyilişi fərqlənmir. Əslində fərqlənir də tramplin. Tərkibində bir qapalı sait var. Deməli, tərkibində neçə qapalı sait var? 2 qapalı sait var. Birlər, ikilər yanlışdır. Belə götürəndə, ahəng qanuna tabi deyil, tramplin, dirijor. Hər ikisi ahəng qanuna tabi deyil. Deməli, biri 3'dür. Dirijorda i-o, tramplində a-im. Tərkibində kar samit yoxdur. Baxırıq, dirijor sözünün tərkibində kar samit yoxdur. Tramplində isə t var, p var. Sahillərdən biri tələffüz zamanı düşür. Xeyr, dirijor sözündə heç nə düşmür. Ona görə doğru cavab nə qalır? 3 ilə 4. Tərkibində bir kar samit yoxdur fikri. Tərkibində kar samit yoxdur. Doğrudur. Ahəng qanuna tabi deyil. 3 ilə 4 doğrudur. Deyiliş yazışı fərqlənmir. Əslində fərqlənir. Bir qapalı yox, 2 qapalı var. Birləri, ikiləri cavabdan çıxırıq. 3, 4, 4, 5. 5 dərsində nədir? Yanlış fikirdir. Bir tələffüzündə sahitlərdən biri tələffüz zamanı düşür fikri yanlışdır.
Sonra sözlərdə nə deyir? Sözlərin yazışı və tələffüzündə fərqli məqamlara görə məntiqi ardıcıllığı tamamlaya bilən nümunəni müəyyən edin. Tipoqrafiyada o adı, tipoqrafiya, təşkildə c-dır, təşkil, toponim yazılır, toponim deyilir. A, deməli bir fərq. Təqliddə də d nəyə çevrilir? T-yə. Transfer olduğu kimidir, tüğyan olduğu kimidir. Təşviş nəndir bu? Burada artıq neçə fərq var? Təşvişlə 2 fərq. Tif, bu da nədir? D, I, X üstü ştrixdir. Burada da 2 fərq. Doğru cavab nədir? A variantı. Cümləni tamamlaya bilən fikirləri müəyyən edin. Çəlik sözündəki nöqtələrin yerinə P hərfi yazılsa qarşılığı olmayan samit iştirak etməyəcək. Deməli, tamamlaya bilməyən, bilməyən deyirsə P hərfi yazılsa qarşılığı olmayan samit iştirak etməyəcək. Bu doğrudur. Sonra P hərfi yazılsa deyiliş yazı fərqlənməyəcək. Bura bir dənə P yazırıq da. Çəpik ikinci tərəf samit gəlib. Deməli, S samiti ilə başlayıb. Avtomatik Q burada nəyə çevriləcək tələffüzdə? Xüsusi ştrixə çevriləcək. Deməli, doğru cavab nədir? B variantı. Yazışı ilə deyilişi fərqlənməyəcək, fərqlənəcək. Çəpik. Niyə? Çünki Q ilə, sonu Q ilə qutarıb, özündən sonra samit gəlib, Q da çevrilib xüsusi ştrixə. L hərfi yazılsa cingilti samitlərin sayı kar samitlərdən az olacaq. Düzdürmü? Çəlik, L yazsaq, Ç2 kar, L cingiltili. P hərfi yazılsa bütün samitlər kar olacaq. Bu da doğrudur. Bu da doğrudur. Sonra L hərfi yazılsa əsas sözünü çəlik, əsas sinonim olacaq. Doğrudur. Deməli, doğru cavab nə idi? B variantı. Deməli, qrammatika suallarının izahı bu qədər.